uşaqlıqdan mühəndis olmaq istəyirdim. Adətən də o seriallara baxanda, çantalı görəndə insanları ki, daha belə ciddi görünürlər. Həmişə deyirdim ki, mən mühəndis olacağam. Amma o vaxt təbii ki, qadınların mühəndis olmağı seçmir. Yəni valideynlər daha çox deyirlər ki, yox, həkimliyə ver. Və mən həkimliyə hazırlaşırdım. 11-ci sinifin ortasında valideynlərim soruşdu məndə, sən bəs özün nə olmaq istəyirsən? Onda mən dedim ki, mən əslində mühəndis olmaq istəyirəm. 11 il iş təcrübəm var. Bunlardan 3 ilini Amerika Birləşmiş Ştatlarında, Texas ştatında mühəndis kimi işləmişəm və bir ildən çoxdur ki, hal-hazırda baş qazma mühəndisi kimi işləyirəm. Sənətin çətinlikləri də var, işin gərginliyi var. Çünki qazma 24 saat davam edir, 7 gün, ilin 365 günü qazma işi olur. Yəni elə bir an ola bilər ki, problemlər olsun, zənglər gəlsin, yəni biz onları həll edə bilək. Amma ümumiyyətlə işimi çox sevirəm və sevinirəm ki, yəni bu sənəti seçmişəm, yəni bu şirkətdə işləyirəm. İnsanlarla bu problemi həll eləmək, özü bir motivasiya verir insana. Qadınlar məncə daha çox özləri başa düşməlidirlər ki, işin peşəkarı olmaq cinsə baxmır. Yəni qadınlar nədəsə daha yaxşıdır ya da daha pisdir deyilən bir şey yoxdur. Bunlar hamısı yəni işə münasibətə bağlıdır. Eynilə davranış bacarıqlarına bağlıdır və ən əsası da texniki və yaxud da ki, bu sahənin bilik və bacarıqlarına bağlıdır. Bizdə cəmiyyətdə bəlkə də elə insanlar var ki, hələ də deyirlər ki, qadındır, bacarmaz, niyə bu sənəti seçirsən? Ən əsası özlərinə inanmalı olsunlar. Ən vacibi, ən əsası özlərinə. Çünki onsuz da elə bir insanlar olacaq ki, deyəcək onlara ki, sən bacarmazsan. Amma həmin insanlardan biri özü olanda, həmin o insan qabağında dayanmaq daha çətindir. Özünüzün qabağında çalışın ki, sizə qarşı olan insanlardan biri özünüz olmayın. Mən bu məsləhəti verə bilərdim.